Bismillahirrahmanirrahim. Biz insanların fitrətimizdə bir çox şeylərlə yanaşı, həm də tərifə meyillik var. Hər birimiz, hər bir kəs, hər bir insan digər kəslərdən, digər insanlardan öz şəninə təriflər eşitməyi xoşlayır. Ancaq bir şeyi yaddan çıxartmalı deyilik. Hər bir şeyin qədəri, ölçüsü var. Hər hansı bir şey o qədəri, o ölçünü aşanda, çox olanda o şey insana zarar getirir, insana ziyan vurur. Elə şəxslər vardır ki, onlar tərif xəstəliyinə tutulublar. Tərif xəstəliyinə tutulan kəslərin qulaqları gecə-gündüz yalnız və yalnız tərif eşitməyi xoşlayır. Hətta onların şəninə söylənilən təriflərin haqlı və ya haqsız olmağına, doğru və ya yalan olmağına belə varmırlar. Təki tərif olsun, onların şəninə təriflər söylənilsin. Belə kəslər özlərini məhvə sürükləyirlər. Tərif xəstəliyinə tutulan kəslər özlərini elə bir dərin qazılmış quyunun dibinə atırlar ki, sonra o quyunun dibindən çıxmaq hətta mümkün belə olmur. Tərif nədir? Tərif, istifadəçi dostların sənə qazdığı quyudur. Təriflər çoxaldıqca düşəcəyin o quyu da dərinləşir. Hətta elə olur ki, o quyudan çıxmaq heç vaxt mümkün olmur. Biz insanlar, hər birimiz görmüşük, görürük, eşitmişik, oxumuşuq. Tarixdə nə qədər tərif xəstəliyinə tutulmuş kəslər məhv olublar. Görbəcər Lenin, Stalin, Hitler, Misir fironları, Əməvilər, lənətullah Muaviyyə, lənətullah Yezid, Abbasi xəlifələri, Saddam Hüseyin və Saddam Hüseyin kimilər, elə o gözəl Azərbaycanımızda nə qədər belə kəslər tanıyırıq, görmüşük, görürük. Allah həmd eləyək öz İzzət Cəlalına bizləri tərif xəstəliyinə tutulanlardan qərar verməsin inşallah. Bizlərə layiq olduğumuz tərifi nəsib etsin inşallah. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.